Deməli, mülki məcəllə AS üzrə olan növbəti mövzudur bu. İki hissəyə bölüb tədris eləyəcəyik. Birinci və ikinci hissələr. Birinci hissədə fiziki şəxslər haqqında danışacağıq. Üçüncü fəsil şəxslər, fiziki şəxslər. Normalda hüquqda biz iki məşhur deməli fiziki və hüquqi şəxs anlayışı öyrənirik. Fiziki şəxs deyəndə normalda nə başa düşürük? Canlı insan fərdi başa düşürük. 24-cü maddədə yazıldığı kimi fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Azərbaycan Respublikasının bütün vətəndaşları, ölkədə daimi və müvəqqəti olan əcnəbilər vətəndaşlığı olmayan şəxslərin, canlı insanların hamısı fiziki şəxs kimi nəzərdən keçirilir. Fiziki şəxsin mülki hüquq qabiliyyəti, biri var fiziki şəxsin mülki hüquq qabiliyyəti, bir də var fəaliyyət qabiliyyəti. Bunlar fərqli anlayışlardır. Mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşıyır. Hüquqlara malik olmaq, yəni konstitusiya olan istənilən hüquqları nümunə göstərmək olar və vəzifə daşımaq qabiliyyətidir. Mülki vəzifə daşımaq, məsəl üçün, ən adi bir şeydir. Getdin bankdan kredit götürdün, onu ödəmək öhdəliyin yaranır. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Fərqi yoxdur. Yəni, fəaliyyət qabiliyyətinə bunu qarışdırmaq olmaz. Mülki hüquq qabiliyyəti başqa şeydir. Məsəl üçün, əlilliyi olan da, əlilliyi olmayanlar da vərəsə ola bilirlər. Eyni dərəcədə, yəni buna bu əlilliyə, bu vərəsə olmasın. Belə mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Fiziki şəxsin mülki hüquq qabiliyyəti, ümumiyyətlə hüquq qabiliyyəti belə deyək, doğulduğu an əmələ gəlir və ölümündən xətm olunur. Ölüm anı da beyin fəaliyyətinin dayanmasıdır. Yəni təsdiq olunan belə də proses olur. Vərəsə olmaq məsələsi isə maya bağlandığı andan əmələ gəlir və təbii ki, doğulandan sonra mümkündür. Çünki istənilən hüquq doğulduqdan sonra. Belə deyək də, bir ata və ya baba ölməmişdən qabaq, deyək ki, onun oğlunun belə deyim də, ana bətnində olan hələ dünyaya gəlməmiş bir dölə, deməli, onun adına ev qoyub gedə bilir. Amma bu hələ dünyaya gəlməyib, baxı, onun adına keçirmə mümkün deyil. Amma artıq onu qoya və məhkəmədə bu nəzərə alınır. Uşaq doğulmalıdır ki, bu proses mümkün olsun. Bu hüquq həyata keçə bilsin. Fiziki şəxs mülki hüquq qabiliyyətindən məhrum eləmək olmaz. Bu aydın məsələdir. Ad hüququ asandır. Ad, ata adı və soyaddan ibarətdir. Hüquq vəzifələrini öz adından əldə edəcək və vəzifələrini də təbii ki, öz adından əldə edir, həyata keçirir. Qanunda olan hallarda və qanunda olan bəzi hallar və qaydaları var. Qanundan təxəllüsdən, yəni uydurmaqdan istifadə edə bilər. Fiziki şəxsin qanunla müəyyən olunmuş qaydada adını dəyişdirməyə ixtiyarı var. Fiziki şəxsin adını dəyişdirməsi əvvəlki adla, keçmiş adınla əldə etdiyi hüquq vəzifələrə xitam vermir. Məsələn, bank kreditin var, getdin adını dəyişdirdin, bu deməkdir ki, o da xitam verilir. Fiziki şəxs adını dəyişdirməsi nəticəsində borçlularına və kreditorlarına, borclu buna borclu olandır, kreditor da bunun kimə borcu var, onlara məlumat verməlidir və adın dəyişməsi ilə bağlı həmin o şəxslərdə bu məlumatın olmaması riskini özü daşıyır. Adı dəyişmiş fizik şəxsin ixtiyarı var ki, əvvəlki adına olan bütün sənədlərdə müvafiq dəyişiklik olunmasını tələb eləsin. Aydın məsələdir bu. Fizik şəxsin doğularkən aldığı ad, habelə adın dəyişdirməsi vətəndaşlıq vəziyyəti haqlarının qeydiyyatı üçün müəyyənləşmiş qaydada qeydə alınır. O, asan xidmətdə var, şöbələrdə qeydə alınır. Başqa şəxsin adından hüquq vəzifə əldə etməyə yol verilərmi? Təbii ki, yox deyəcəksiniz, verilmir. Fiziki şəxsin adından əgər qanunsuz istifadə olunubsa və ona ziyan vurulubsa, bu məcəlləyə müvafiq sürətdə həmin o ziyan ödənilsin. Bu məcəllədə də maraqlı ödənmə məsələləri var. Düzdür, biz proqramda yoxdur, danışmırıq, amma mülki məcəllədə var onunla bağlı müddəalar. Fiziki şəxsin onun adından, onun şərəfinə, ləyaqətinə, işsel nüfuzuna toxunan üsullardan təhrif olunarsa, təbii ki, bu məcəllənin 23-cü maddəsində olan qayda tətbiq olunur. Bu da bizim proqramda əslində yoxdur deyə bundan sual düşməsi ki, bəs hansı qaydalar tətbiq olunur? Yaşayış yeri fizik şəxsin adətən yaşadığı yer, onun yaşayış yeri sayılır. Bir neçə yaşayış yeri ola bilər. 14 yaşına çatmayan şəxslərin yaşayış yeri valideyn hüquqlarını itirməmiş valideynlərin. Əgər valideyn daha qarşı hüquqlarını itirirsə, deyək ki, valideyn
çamağıllıqdan əziyyət çəkir və s. Da uşağın tərbiyə olunmasında heç bir formada iştirak eləmir. O valideyn hüquqlarını itirə bilər. Əgər valideyn hüququnu itirməyibsə, həmin valideynlərin, yoxsa da valideyn yoxsa, şu an kiminsə qəyyumluğu altındadırsa, indi 14 yaşına qədər olan uşaqlar qəyyumluq altında olur, belə deyək. Əgər valideyn yoxdursa, qəyyumun yaşayış yeri sayılır. 14 yaşına qədər uşaqların müstəqil yaşayış yeri yoxdur. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edərsə, təbii ki, yaşayış yerini itirmir. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, artıq burada fəaliyyət qabiliyyətindən söhbət gedir. Fiziki şəxslərin mülki hüquq fəaliyyət qabiliyyəti, təkrar edirəm, biri var mülki hüquq qabiliyyəti, ondan bayaqdan danışırdıq, indi fəaliyyət qabiliyyəti. Burada öz hərəkətlərlə mülki hüquq əldə eləmək, onu həyata keçirmək və özünə vəzifə yaratmaq qabiliyyəti deyilir. Oldu? Deməli, mülki hüquq qabiliyyəti elə anılır ondan mümkündür. Oldu mu? Amma mülki fəaliyyət qabiliyyəti öz hərəkətlərinlə eləməlidir. Deməli, belə çıxır ki, anadan olan uşağın hələ mülki hüquq qabiliyyəti olsa da, mülki fəaliyyət qabiliyyəti hələ yoxdur. Mülki fəaliyyət qabiliyyəti yetkinlik yaşına çatanda, yəni 18 yaşına çatdıqda tam həcmdə yaranır. 7 yaşına qədər olanların heç bir fəaliyyət qabiliyyəti olmayacaq. 7 yaşdan 18 yaşına qədər isə artıq məhdud şəkildə yaranır. 7-dən o tərəfə artıq məhdud şəkildə fəaliyyət qabiliyyəti var. Şimdi birazdan bunlardan danışacağıq. Birinci danışaq 16 yaşı tamam olmuşlardan. Əgər 16 yaşı tamam olmur, yetkin yaşına çatmayan əmək müqaviləsi üzrə işləyirsə, indi əmək müqaviləsi üzrə işləyirsə, orada valideynlərin razılığı lazımdırmı yoxsa yox, əslində lazımdır, amma bu məcəllə onu demir. Çünki onu demək əmək məcəlləsinin işidir. Əmək müqaviləsini işləyirsə və ikinci, valideynlərin, övladlığa götürənlərin və himayəçilərin razılığı ilə. Niyə himayəçidir? Çünki 14-dən yuxarı adətən himayəçi olur. Sahibkarlıq fəaliyyətinə məşğul olursan. Burada təbii sual yaranır ki, niyə əmək müqaviləsində işləməkdə valideyn razılığını yazmayıb, amma digər sahibkarlıq fəaliyyətində valideyn razılığı olmalıdır, yazır. Təkrar edirəm, əmək müqaviləsində də valideyn razılığı lazımdır, amma artıq o əmək məcəlləsinin deyəcəyi bir ifadədir. Amma sahibkarlıq fəaliyyətində valideynin icazəsi lazımdır, bu məcəllə deyir artıq. Bu işlərlə məşğul olursa, bu uşaqda tam fəaliyyət qabiliyyəti sayıla bilər. Hər iki valideyn övladlığa götürənlər ya da himayəçinin razılığına əsasən qəyyumluq himayəçi orqanlarının qərarıyla belə razılıq olmadıqda isə məhkəmənin qərarından ola bilər ki, uşağın 16 yaşı var, indi bu işləyir, işləmək istəyir, tam da qabiliyyətli uşaqdır. Bir çox yaşı çatmış böyük adamlardan daha yaxşı qərarlar verə bilir. Amma valideynləri bu uşağın işləməyini istəmir. Və sən tam da əsassız yerə istəmirlər. Belə olanda məsələ məhkəməlik ola bilər əslində. Məhkəmənin qərarına yetkin yaşa çatmayan tam fəaliyyət qabiliyyəti sayılır. Buna hüquqda emansipasiya deyilir. Valideyn övladlığa götürənlər və himayəçi. Tam fəaliyyət qabiliyyəti sayılmış yetkin yaşa çatmayan uşaqların öhdəlikləri üçün, onu vurduğu ziyan üçün artıq məsuliyyət daşımırlar. Uşaq artıq 16 yaşı var, tam fəaliyyət qabiliyyəti sayıldı, işləyir, özü müstəqil və vurduğu ziyan üçün artıq valideyn məsuliyyət daşımayacaq. 18 yaşına çatana qədər nicaha girmənin qanunun yol verdiyi halda, yəni 17 yaşlı bu dəqiqə minimalı, ailə məcəlləsinin 10-cu maddəsi var. 18 yaşına çatmamış fiziki şəxs nicaha girdiyi vaxtdan tam həcmdə fəaliyyət qabiliyyətini əldə edir. Artıq burada işləmə söhbəti şərt deyil. Yəni, deyək ki, bu adam işləmir heç içərdə, amma 17 yaşında ailə qurub da bu gənclər. Belə olan halda yenə də tam həcmdə fəaliyyət qabiliyyəti əldə edəcək. Nicah bağlama nəticəsində əldə olunmuş fəaliyyət qabiliyyəti nicah 18 yaşına çatana qədər pozulduğu halda tam həcmdə saxlanılır. Sonra da indi Allah uzaq eləsin boşanarlar, amma fəaliyyət qabiliyyətləri saxlanılır. Amma deyir ki, nicah etibarsız sayıldıqda, etibarsız sayılmaq biraz başqa məsələdir. Bir var, nicah sonradan pozulur. Bir də var, nicah bağlandığı vaxtdan etibarsız hesab olunur. Belə olanda məhkəmə artıq bunların fəaliyyət qabiliyyətini, tam fəaliyyət qabiliyyətini məhkəmə tərəfindən müəyyənləşdirilən alınan itirməsi barədə qərar qəbul edə bilər.
Yəni, istəsə, məcbur deyil də məhkəmə. Amma burada məsələ belədir də, yenə deyirəm, bu adamlar evləndilər 17 yaşlarında, sonradan boşanası oldular. Heç 18 daha tamam olmadı. Fəaliyyət qabiliyyətlərini saxlayacaqlar. Amma nikah əgər etibarsız hesab olunubsa, yəni əvvəlindən yanlışlıq olubsa, ondan sonra məhkəmənin ixtiyarı var ki, bunların tam fəaliyyət qabiliyyətlərini əlindən alsın. Belə bir qərar versin. Edə bilər, yəni etməyə də bilər. Ağıl zəifliyi ruhi xəstəlik nəticəsində hərəkətlərini başa düşməyən adamlara, yəni dəlilərə də belə deyək, bunlara məhkəmə tərəfindən belə adamlar fəaliyyət qabiliyyəti olmayan sayılır. Bax, biri var məhdud fəaliyyət qabiliyyətli adamlar, biri var fəaliyyət qabiliyyəti olmayan. Yəni belə fəaliyyət qabiliyyəti olmayan adamların yaşa aidiyyəti yoxdur. Bunun 17 yaşı var, 18-i var, 25, 29 fərqi yoxdur. Belə adamlar fəaliyyət qabiliyyəti olmayan sayıla bilər məhkəmə qərarından. Onların üzərinə nə təyin olunur? Qəyyum təyin olunur. Və artıq onların adından bütün əqidləri, əqid dedikdə bir dənə mülki müqavilə nədir, əmək müqaviləsini kənara qoysaq, qalanları əqd hesab oluna bilər. Bütün növ müqavilələri əqd deyə bilərik. Belə fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslərin artıq adından əqdləri filan ya deməli qəyyum bağlayır, ya da bu adamlar özləri müstəqil gedib belə bir müqavilə bağlayırlarsa, mütləq şəkildə qəyyum sonradan o əqdi razı olmalıdır, bəyənməlidir, ondan sonra etibarlı hesab olunur. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxs, bayaq dediyimiz o dəli filan, sağaldığı vaxtdan və vəziyyətinin xeyli yaxşılaşdırıldığı bir vəziyyətdə olarsa, onun üzərində məhkəmə tərəfindən müəyyənləşmiş qəyyumluq elə məhkəmə qərarından da qəbul oluna bilər. 29-cu maddə 14 yaşına qədər olanların fəaliyyət qabiliyyəti burada biz 12 ilə böləcəyik. Deməli 14-dən 7-dən 14-ə qədər daha doğrusu və 14-dən 18-ə qədər. Bu yuxarıda dediyimiz 16 yaş falan bunlar istisna yanaşmaları idi. 14 yaşı tamam olmamış. Olur mu? Yəni 8 yaşı var, 9 yaşı var və s. Deməli, yetkin yaşa çatmayanların əvəzinə əqdləri kim bağlayacaq? Valideyn övladlığa götürən və qəyyum. Baxın, bayaq müalicə deyirdik. Niyə? Çünki 16 yaş var idi onun. Burada isə 14 tam olmamış. Yəni 14-ə qədər zaten qəyyum olur. Bu cür yetkin yaşa çatmadan bağladığı əqd sonradan yenə də valideyn, qəyyum, övladlığa götürənlər bəyənməlidir ki, bu etibarlı olsun. 7 yaşından 14 yaşına qədər olan uşaqların bağladığı əqdlər müstəqil şəkildə bağlana bilər. Bunlar hansılardır? Çox sadə bir şeylərdir. Xırda məişət əqdləri. Bazı uşaqlar oyuncağını verdiğini o da qaytardı verir. Məsələn, nə bilim, dəftərin kitabını dəyişdi, köhnə kitabını verdi, ondan başqa kitab aldı. Əvəzsiz olaraq fayda götürməyə yönəlmiş əqdlər. Hansı ki, bununla bağlı notariat qaydada təsdiqləmə tələb olunur. Fayda götürməyə yönəlmiş əqd, misal üçün, bu şifahi də bağlana bilər bu əqdlər. Misal üçün, 12 yaşında bir uşaq qonşu yaşlı pensioner bir adamla şifahi razılığa gəlir ki, mən hər gün aparıb sənin itini gəzdirəcəm. Yəni, axtamlar misal üçün, sən də buna görə gündə 5 manat pul verəsən. Məsələn, belə bir şeylər edə bilər. Notarial təsdiqə də ehtiyac yoxdur burada. Üçüncü nədir? Qanuni nümayəndənin özünü və onun razılığı ilə üçüncü şəxsin müəyyən məqsədlər üçün və sərbəst istifadə üçün verdiyi fəsad barəsində sərəncam üzrə əqdlər. Yəni, əgər uşağa böyük adam, ya qanun nümayəndə, ya da üçüncü şəxs hər kimsə buna bir hədiyyə verir. Mən bu hədiyyəni buna verirəm ki, ay qala, bax, bunu sahib verirəm, al bunu özün işlə. Bax da, bunun 12 yaşı var. Getdi o tərəfə, ondan biraz yaşda böyük olanlar başını qatdılar, dedilər ki, məsələn, başqa şey verim, sən onu mənə ver. Biz uşağa bahalı bir istifadə üçün, nə bilim, bahalı nəsə veririk. Ondan yaşca böyük uşaqlar aşağıda başını qatır, daha xırda bir şey onun əlindən alır. Çox da gəlib deyir ki, bəs özün verdin də, problem yoxdur, xeyr. Artıq o hər nədirsə onu kim veribsə, onu razılıq olmalıdır. Yəni, bu məsələ məhkəməli olsa, da deyənməyəcəklər ki, uşaq özü verdi mənə. Yəni, hədiyyəni kim veribsə, uşağı qaytardıra bilər ki, qaytarır uşağı hər nəyinsə. Aydındır məsələ. Yaxşı. Deməli, 14 yaşa tamam olmamış, yetkin yaşına çatmayanların əqdləri müstəqil bağladığı əqdlər isə əmlak müəssisəsində valideynləri övladlığa götürənlər və qəyyumları daşıyır təbii ki. 14 yaş tamam olmamış uşaq. Məsələn, bizim uşaq getdi qonşunun nəsə müqavilə bağladı, nəsə götürdü, qırdı. Təbii valideyn daşıyacaq. Amma burada belə bir məsələ var. Çox maraqlıdır.
O şərtlə daşıyır ki, valideyn onun təqsiri üzündən o ziyana dəymədiyini sübut edə bilməsin. Misal üçün, mənlə bayaq dediyim nümunədən götürək. Bizim uşağın deyək 12 yaşı var. Gedib qonşu pensionerlərlə razılığa gəlib ki, bəs sizin iti gəzdirəcəm mən. Hər gün mənə 5 manat pul verərsən. Özü müstəqil əql bağlayıb. 12 yaşında bir uşaq. Əgər o uşaqdır da, getdi ağzını ayırdı harasa baxdı və iti maşın vurdu. Bu iti maşın vurmağa görə mən uşağın valideyni məsuliyyət daşımamalıyam. Çünki həmin o pensioner iti uşağa verəndə bilməli idi. Bir halda mən məsuliyyət daşıyaram ki, mənim təqsirimdən olsun. Misal üçün, mən axşam 3-dən evə gəlirəm, baxıram ki, oğlum iti gəzdirir. Mən də əsəbləşirəm. Oğlumu qulağından tutub evə gətirirəm, it də orada qalır yiyəsiz. Yoldan da maşın vurur iti. Belə olan halda mənim təqsirimdən bu ziyan dəyirsə, artıq onun pulunu filan hər nəysə mən ödəməliyəm. Deməli, valideynlər yetkin yaşa çatmayan uşaqların hərəkətlərinə, əqidlərinə görə o halda məsuliyyət daşıyır ki, onların orada təqsir olsun. Oldu mu? Yox, bunu sübut eləyənməsə ki, mənim təqsirimdən olmayıb, təbii ki, məsuliyyətini daşıyacaq. Yox, sübut eləsə ki, mənim təqsirimdən olmayıb, artıq məsuliyyətdə yox. 14 yaşından 18 yaşına qədər olan yetkin yaşa çatmayanların qabiliyyətləri. Deməli, uşaqlar, 14 yaşdan 18 yaşına qədər olanlarda yuxarı 30.2-ci maddədə istisna olmaqla əqdləri öz qanuni nümayəndələrinin, valideynlərinin, daha doğrusu 30.2 növbəti maddədir. Onun içində yuxarıda bayaq dediyimiz 7-14 yaş aralığı da var. Nədir? Qanuni nümayəndə övladlığa götürən və diqqət edirsinizsə burada himayəçinin razılığından deyir. Bayaq isə qəyyum deyildi. Çünki 14 yaşına qədər qəyyum olur, 14-dən tərəfə himayəçidir normalda. Bu cür yetkin yaşa çatmayanların bağladığı əqd sonradan yenidən valideyn övladlığa götürən və himayəçi bəyəndikdə etibarlı olur. Çünki yenə deyirəm, bunlar hələ tam fəaliyyət qabiliyyətli deyillər. 14-dən 18-ə qədər olan yetkin yaşa çatmayanların hüququ var ki, ixtiyarı var ki, valideynlərin övladlığa götürən və təbii ki, himayəçinin razılığı olmadan müstəqil surətdə hansı əqdləri bağlasınlar. Artıq bunların öz qazancı, təqaüdü, gəlirləri ola bilər, özü biləcək. Elm, ədəbiyyat, incəsənət əsərlərinin müəlliflik hüquqlarını həyata keçirə bilər. Xırda məişət həqləri və təbii ki, 29.2-də olan digər həqləri bağlasın. 29.2-ci maddə bayaq dediyimiz o 7-14 yaş aralığı uşaqlardır. 16 yaşı tamam olmuşlar artıq kooperativə də üzv ola bilirlər. 16-sı varsa. 14-dən 18-ə qədər olan uşaqlar yuxarıda 31 və 32 uyğun olaraq bayaq dediyimiz əqdlərlə bağlı artıq müstəqil surətdə əmlak məsuliyyəti daşıyırlar. Bu mənzildə uyğun şəkildə vurduqları ziyan üçün uşaqlar məsuliyyət daşıyır. Yetərli əsaslar olduqda məhkəmə valideyn övladlığa götürən və himayəçi və ya qəyyumluq himayəçilik orqanının vəsatətinlə ya valideyn ya da onların vəsatəti olacaq həmin orqanların 14-18-ə qədər olan uşaqların ötəsidə yazır ki, əgər tam həcmdə fəaliyyət qabiliyyəti əldə etməyibsə, qazanc, təqaüd və digər gəlirlər haqqında sərəncam və hüququnu məhdudlaşdıra bilər və ala bilər. Məsələ belədir. Əgər bizim uşaq 17 yaşında tam fəaliyyət qabiliyyəti əldə edibsə, deyək ki, işləyir, xeyli pul qazanır. Mən də baxıram ki, bəs pulu düz yerə xərcləməyir. Deyəsinizsə, ətrafı pis adamlardandır. Mən gedib məhkəmə müraciət edirəm ki, yox, bu uşağın qazandığı pulları mənim sərəncamıma verin. Qoy mən buna biraz böyüyəndən sonra, ağlı tam kəsəndən sonra, bu uşaq artıq tam fəaliyyət qabiliyyəti əldə edib. Mən bunu eləyənmərəm. Bu hüquq məndə yoxdur. Yox, əgər mənim uşağım işləyirsə 17 yaşında, amma tam fəaliyyət qabiliyyətli deyil də, belə deyək, amma qazancı var. Müəyyən mənada qazancı var. Mən də baxıram ki, bəs ətrafı yaxşı deyil. O zaman deyə bilərəm ki, məhkəməyə müraciət edirəm ki, o uşağın pulu üzərində tam hara xərcləmək istədiyini məhdudlaşdır. Qoy 18 tamamlığını ağlı kəsəndən sonra istifadə edir. Əgər təkrar edirəm, uşaq tam fəaliyyət qabiliyyəti əldə etməyibsə, öz qazancı, təqaüdlə bağlı müstəqil sərəncam verməsi məhdudlaşa bilər. Valideynlərə keçə bilər ki, o uşaq tam qabiliyyət əldə edəndən sonra bunu özü istəyir, hara istəyir, orada yatırım eləyər.
Fiziki şəxslərin mülki, ümumiyyətlə hüquq qabiliyyətindən və fəaliyyət qabiliyyətindən məhrum edilməsinə yol verilməzdir. Heç bir halda hüquq qabiliyyətindən məhrum eləmək olmaz onu. Düzdür, müəyyən məhdudiyyətlər ola bilər, amma yazır burada da fiziki şəxsin hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti yalnız qanunda müəyyən hallarda məhdudlaşdırıla bilər. Bunu da məhrum eləmək. Fiziki şəxsin fəaliyyət qabiliyyətindən və onun sahibkarlıq fəaliyyəti, başqa fəaliyyətə məşğul olmaq hüququnun məhdudlaşması, qanunla müəyyən olunmuş şərtlərin gözlənilməməsi, məhdud qoyulmuş dövlət orqanı və aktın etibar bəli. Yəni bu adamın məhdudlaşdırılmış qabiliyyəti var da, onu gözləmədən onunla hər hansı bir akt falan bağlayırsansa, həmin akt etibarsız olacaq. Etibarsız, yəni anadan ölü doğulmuş akt olacaq. Yəni, düz yarandığı vaxtdan heç bir hüquqi nəticə yaratmamış bir akt hesab olunacaq. Fiziki şəxsin hüquq qabiliyyətindən tamamilə və qismən imtina etməsi, hüquq qabiliyyətindən, fəaliyyət qabiliyyətindən məhdudlaşması yönəlmiş digər əqdlər əhəmiyyətsizdir. Yəni, sən əslində sağlamsan, amma belə bir müqavilə bağlamasın ki, mən güya fəaliyyət qabiliyyətim yoxdur. Yəni, öz Allahın verdiyi fəaliyyət qabiliyyətindən imtina eləməyini dövlət qəbul eləmir. Və belə deyək. Əhəmiyyətsizdir belə şeylər. Fiziki şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması, deməli, iki cür burada məsələ var. Biri var adam dəlidir, biri də var normaldır, amma pis vərdişlərdən əziyyət çəkir. Birinci deyir ki, spirtli işçidən, narkotik vasitə, psixotrop maddələrdən sui-istifadə eləmək, qumara qurşanma nəticəsində ailəsini ağır maddi vəziyyətə salmaq, belə adamlar məhkəmə tərəfindən bunların fəaliyyəti məhdudlaşa bilər. Oldu, fəaliyyət qabiliyyətləri məhdudlaşa bilər. Belə şəxslərin üzərində himayəçi, yadda saxlayın. Bitdi işçidən, narkotikdən filan əziyyət çəkənlərə himayəçi olacaq. Yox, dəli adamlara, əqli problem olanlara həmişə qəyyum olacaq. Onun elə adamların, hansı ki, spirtdən əziyyət çəkir, spirtli işçidən, belə deyək, narkotik vasitədən, xırda məişət haqları bağlaya bilərlər. Nəsə bir razılığa gələ bilərlər, nəsə bir müqavilə bağlaya bilərlər. Amma yalnız himayəçinin razılığı ilə belə əqd bağlaya bilər, ya da belə deyək də, amma özləri buna görə məsuliyyət daşıyacaqlar. Çünki belə adamları başını aldadıb əqd bağlatmaq asan da olur da qarşı tərəf üçün. Ona görə himayəçi razı olsun buna. Lakin bu cür şəxslər bağladığı əqdlərə görə vurduğu ziyan üçün müstəqil əmlak məsuliyyət daşıyacaqlar. Yəni, əgər bir spirtli işçidən əziyyət çəkən adam müqavilə bağladı, kimisə ziyan vurdusa, onun aldığı pensiyadan, hər nədənsə artıq tutulmalar ola bilər. Özləri məsuliyyət daşıyacaqlar. Fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış şəxslər himayəçinin razılığı tələb olunan hallarda müqavilə bağlayacaq və özü də bağlayırsa müstəqil sonradan bayaq dediyimiz kimi, o qayyumda olduğu kimi gərək həmin himayəçi sonradan onu bəyənsin ki, etibarlı olsun. Amma yenə də bu mütəzədə yazmışıq. Əqd himayəçinin razılığı ilə əmlak məsuliyyəti isə amma özü daşıyacaq. Fiziki şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına əsas verilən hallar aradan qalxırsa əsaslar, yəni artıq spirtli işçidən əziyyət çəkməz, narkotik aludəçisi deyil. Belə olan hallarda artıq məhkəmə qərarı ilə həmin o himayəçilik də ləğv olunur. Qəyyumluq və himayəçilik. Qəyyumluq, himayəçilik fəaliyyət qabiliyyəti olmayan və məhdud qabiliyyətli adamların üzərinə təyin olunur. Yetkinlik yaşına çatmayanların üzərində qəyyumluq, himayəçilik onların tərbiyələndirməsi üçün təyin olunur. Yəni, əgər bu yaşla bağlıdırsa, yəni, nə spirt işçi yoxdur, nə əqli problem yoxdur, yetkinlik yaşına çatmaq məsələsindəki yəni, yaşla bağlı qəyyumluq, himayəçilik sırf tərbiyə üçündür. 14 yaşına qədər qəyyum, 14-dən tərəfə himayəçilik. Yəni, bu məsələ yaşla bağlıdırsa, sırf bunun tərbiyəsi üçündür. Və bu da təbii ki, daha detallı məsələlər burada ailə məcəlləsindən müəyyənləşir o məsələlər. Qəyyum himayəçi istənilən şəxsə münasibətdə məhkəmədə qəyyumluqda hüquq vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. Təbii ki, belə adamlara qanuni nümayəndə deyilir. Qanunlarda bir var, adi nümayəndə deyirik. Bu, etibarnamə ilə təmsil edən bir vəkil kimi qəbul oluna bilər. Bir də var qanuni nümayəndə. Bax, bu adamlar qanuni nümayəndədir. Heç bir etibarnamə olmadan təmsil edə bilir. Yetkinlik yaşına çatmayanların valideynləri, övladlığa götürənlər olmadıqda məhkəmə tərəfindən valideyn hüquqlarına və məhrum edildikdə belə o valideynlər
Belə şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, yəni hər hansı səbəbdən uşağını atıb gedib və hər nətərsə, valideynləri onları tərbiyələndirməkdən boyun qaçırdıqda, incə dediyimiz nümunə, onların üzərinə qəyyumluq və himayəçilik təyin olunur. Yəni bir sözlə bu uşaqların valideynlə bağlı ulduzları barışmırsa, yəni üzünə gülmürsə, valideyn problemləri yaşayırlarsa, onların üzərinə qəyyumluq və ya himayəçilik təyin olunur. 14 yaşı tamam olmamış olanlarda ha belə bu yaşla bağlıdır. 14 yaşı tamam olmayanlara bunu başa düşdük. Ha belə ikinci söhbət psixi pozuntuluğa görə bunun artıq yaşa dəxli yoxdur. Ola bilər bunun 40 yaşı var, amma psixi pozuntudur. Belə adamlara qəyyum təyin olunur. Oldumu? 14 yaşına qədər sırf yaşla bağlı qəyyum və yaşı çoxdur, amma psixi problemləri var. Bunlara qəyyum təyin olunur. Qəyyumlar qiyamətdə olanların üzrə nümayəndələri olurlar və adından onların mənafeləri üçün bütün əqdləri falan bağlayırlar. 14 yaşı 18 yaşa qədər olanlarda artıq biraz iridir və ikinci də spirtli işi və narkotik. Yaş baxımından 14-dən 18-ə qədər o tərbiyə məsələsində bir də spirtli işçi məsələsi onun yaşı dəxli yoxdur. Yenə deyirəm 40 yaşı var, 30 yaşı var. Amma spirtli işçi narkotikdən əziyyət çəkirsə, belə adamlara isə himayəçi təyin olunur. Deməli bir də dəqiqləşdirək. Yaş baxımından 7-14 aralığıdırsa buna qəyyumdur. Ya da əqli problemi varsa, yenə də qəyyumdur. Onun yaşa dəxli yoxdur. İkinci söhbət himayəçi 14-dən o tərəfə 18-ə qədər himayəçidir, sırf tərbiyələndirmək üçündür. Və ya yaşın aidiyyatı olmadan spirtli işi narkotik vasitələrdə isə nədir? Burada himayəçi. Himayəçi də əqdlərin bağlanmasına razılıq verirlər ya da belə deyək də sonradan razılıq verirlər ki, bəs bağlansın. Və təbii ki, onlar üçüncü şəxslərin sui-istifadə hallarından deyirəm, o spirtli işdən əziyyət çəkənlərin başını qatıb nəsə deyirlər ki, bunu sağ verək, onu sat bizə və ondan qoruyurlar. 39-cu maddə patronaj imtahana məhz buradan sual düşmüşdü. Sağlamlıq vəziyyətinə görə müstəqil sürətdə hüquqlarını həyata keçirməyə, müdafiə eləməyə qadir olmayan. Bax, bu patronaj nədir uşaqlar? Patronaj artıq bu adamın nə əqli problemi yoxdur. Ola bilər müəyyən fiziki məhdudiyyəti var. Məsələn, məşhur film var. Məşhur aktyor Al Pacino orada oynayır. Qadın əsl filmində gözü kor olan bir keçmiş polkovnik olur. Gözləri görmədiyi üçün bir tələbə oğlan bunu ya başqa bir filmdə var buna bənzər. Bir zəncidir, adam hərəkət eləyə bilmir. Bax, belə adamlar buna həyatda kömək eləmək üçündür. Oldumu? Belə adamlara patronaj deyilir. Yəni patronajda olan da, onun təyin belə deyək də, kimin patronajıdırsa, hər ikisi əslində normal ağlı başında adamlardır. Sadəcə belə deyək, bunun fiziki qüsurları var. Patronaj təyin olunması fiziki şəxsin hüquqlarının məhdudlaşmasına səbəb deyil. Mənim patronajım varsa, mənim heç bir hüququm məhdudlaşmır, sadəcə mənə kömək eləmək üçündür. Yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin patronu, yəni köməkçisi, həmin fiziki şəxsin razılığıyla qayyumluq və himayəçi orqan tərəfindən təyin olunur. Yəni burada da məhkəmə təyin eləmir də, adi bir orqan təyin edə bilər. Patron fiziki şəxsdən bağlanmış tapşırıq və etibarnamə ilə mütləq yadda saxlayın, ya tapşırıq, ya da etibarnamə, imtahan sualıdır bu. İdarəetmə müqavilə əsasən yetkin yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsə mənsub əmlak barəsində sərəncam verir. Yəni mənim maşınımı sürür, aparır, qarajı qoyur, nə bilim, nə var, nə edir, belə məsələlər eləyir. Yəni müqavilədə nəyə icazə verilirsə də, məişət tələbatının saxlanmasına, məişət həqqlərində onun razılığıyla bağlı və patron köməkçi, yəni mənim adımdan nəsə tutaq ki, gətirir orada evimə nəsə quraşdırıq edir, o mənim razılığımla olmalıdır. Oldu? Bu sadəcə mənə kömək edir. Məndən icazəsiz heç eləməyəcək. Deməli uşaqlar, yetkin yaşa çatmış fəaliyyət qabiliyyətli fizik şəxs üzərində təyin olunmuş patronaja, patronajda olan fizik şəxsin tələbi ilə xitam verilir. Yəni mən artıq bəyənmirəmsə, baxıram ki, mənə çox da yaxşı kömək eləmir və s. mənim tələbimlə buna xitam verir. Patronajda olan fizik şəxsin patronu, yəni köməkçisi öz vəzifələrini yerinə yetirməkdən azad olunur. Əgər buna xitam verilirsə. İmtahanda sual belə idi ki, mənim patronajım, mənim razılığım olmadan müqavilə bağlaya bilərmi? Xeyr. Mənim patronajım, mənim köməkçiyim, patronum mənim razılığımla o müqavilələri bağlamalıdır. Oldu məsələ? Bu qədər. Bu qədər. Deməli, siz
Linki dəyişin, o birisinə qoşulun uşaqlar.